Bir qısa video ilə bir olimpiada suallarının izahı seriyasından növbəti sualımıza baxırıq. 10-cu sualda bizə bildirilir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Baxırsınız ki, ölkə və onun səciyyəvi əlaməti verilir. Gəlin birinci ölkəmizə baxaq. Birinci ölkəmiz Çilidir. Dünyanın ən uzun deməli belə deyək, formaya malik olan ölkəsi hesab olunan Çili haqqında bildirilir ki, günəş zenitdə olur. Bəli, Çili deməli öz növbəsində Argentina, Braziliya və Paragvay ilə birlikdə cənub tropik xətti kəsdiyi üçün onun ərazisində günəşin zenitdə olması prosesi müşahidə edilir. Yəni cənub tropikindən şimalda olan əraziləri var. Türkiyə, Suriya, Livan və Bolqaristanla həmsərhəddir. Gəlin biz xəritədə diqqət edək, baxaq Türkiyəyə. Gördüyünüz bu ərazi Türkiyə ərazisidir. Türkiyənin Suriya ilə sərhəddi var, Bolqaristanla sərhəddi var. Lakin Türkiyənin Livanla sərhəddi yoxdur. Livanla niyə sərhəddi yoxdur? Çünki Livanla arasında Suriya adlı bizim ölkəmiz yerləşir. Ona görə də biz ikinci variantı yanlış olaraq qeyd edəcəyik. Yəni üzərindən xətt çəkə bilərik. Üçüncü, Qazaxıstan iki qitədə yerləşir. Qazaxıstan, Rusiya, Türkiyə, bir də ki Rusiya, Türkiyə və Qazaxıstan hər üçü iki qitədə, yəni Avropa və Asiya qitələrində yerləşdiyi üçün doğru cavabdır. Malaziya sahilləri iki okean suları yuyur. Bəli, Malaziyanı xəritə üzərində bir qədər yaxınlaşdırıb göstərək. Gördüyünüz bu ərazi Malaziya ərazisidir. Malaziyanın şərq sahillərini Sakit Okean, qərb sahillərini isə Hind Okeanı yuduğu üçün biz bu variantı da, yəni bu distraktivi də doğru olaraq götürməli olacağıq. Növbəti variantda Macarıstan Adriatik dənizi sahillərində yerləşir. Biz burada Adriatik dənizinin mövqeyini əvvəlcə diqqət yetirməliyik. Gördüyünüz bu hissədə deməli Adriatik dənizi yerləşir və Macarıstan isə bax gördüyünüz bu hissədədir və Macarıstanın heç bir dənizə çıxışı yoxdur. Adriatik dənizi sahilində yerləşən ölkələrə baxanda isə burada İtaliya, Xorvatiya, Montenegro, Albaniya və Sloveniya kimi ölkələrin adlarını qeyd edə bilərik. Sonra növbəti biz burada təsvirdə biraz problem olur. Növbəti biz burada suala baxanda Finlandiya əhalisinin əksər hissəsi Hind-Avropa deməli nədir? Deyir ki, dilində danışırlar. Finlandiya əhalisinin əksər hissəsi Hind-Avropa dillərində danışırlar. İfadəsi isə yanlışdır. Finlandlar Fin-Uqor deməli dil ailəsinə mənsubdurlar. Ona görə də bizim sualın doğru cavabı 1, 3 və 4 olacaq. Bu variant harda özünü göstərir? E variantı sualımızın doğru cavabıdır.